Bugün fərqli bir mövzunu müzakirə edəcəyik. Mən bilirəm ki, siz 14 ildir yaddaş üzrə həm də müəllimsiniz Azərbaycanda. Bəli. Əslində mən bunu heç bilmirdim ki, belə bir dərs var. Mənə çox maraqlıdır ki, bəzən insan gördüyü yuxunu unudur, amma bir musiqi ilə hər bir şeyi təzədən xatırlayıb yada düşə bilər. Bu necə olur? Yaddaşımız bunu bizə necə verir? Əvvəla bunu bilmək üçün yaddaşın nə olduğuna baxmağımız lazımdır. Nəyə görə bu proses baş verir? Mənim indi bu kanalda, YouTube-da məni izləyənlər, tanıyanlar çoxsu məni bir psixoloq kimi tanıyırlar. Lakin sizin də vurğuladığınız kimi əslində məni psixoloq eləyən də, məni buralara gətirən də, bugünkü gün necə məni tanıyırlarsa, o cür Mirşahin eləyən də yaddaş olub. Yaddaş texnikaları olub. Çünki mən ilk dəfə 14 il bundan öncə yaddaş texnikaları deyilən bir anlayışla tanış olduqdan sonra fotoqrafik yaddaş texnikalarını öyrənib bununla bağlı olimpiyadalara qatılmışdım. Ondan sonra bu da zaten bizim psixologiyamız, zehnimizlə əlaqəli bir mövzu olduğu üçün həyat məni gətirdi, buralara çıxartdı. Nəyə görə yuxularımız bəzən yadda qalır, bəzən isə unudulur və ya siz dediniz musiqi yadımıza düşür. Bilirsiniz necədir? İnsanın yaddaşı çox güclüdür əslində və yaddaşın işləmə prinsipi var, hər şeyin olduğu kimi. Mən indi bunun tam aydın olması üçün özüm sizə və digər izləyicilərə bir sual verim. Necə olur ki, qısa bir müddət öncə nə yaşadığımızı xatırlamırıq? Məsələn, elə sizə bir sual verim. 3 gün bundan öncə axşam nə yediyinizi xatırlayırsınız? Yox. Xatırlamırsınız. Axtarsam taparam, amma tam deyil. Yaxşı, axtarın görün, tapa bilirsinizmi? Doğrudan. Bir həftə olsun. 3 gün bundan qabaq Gəncədə idik. Orada yediklərimi bilirəm, amma bir həftə ondan qabağı yox, əlbəttə ki. Yadınızda deyil. Bir həftə də çox qısa bir tarixdir, yəni o qədər də uzun bir keçmiş deyil. Yaxşı, bəs uşaqlığınızda 1-ci sinifə gedərkən elə bir xatirəniz varmı ki, hələ də indiyə kimi yadınızdadır? 1-ci sinifə gedəndən çıxana qədər yaşanan hadisələrin hamısı yadımdadır. Hamısı yadınızdadır. Yəqin ki, bu bir həftə bundan öncə olmayıb. Üzərindən uzun illər keçib.